Abşeron rayonu ərazisində yerləşən marketlərin birində ödəmə terminalından oğurluq edilib. Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Rəşad Cəllov və 34 yaşlı Xəzər Hüseynov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxslər rayonun Masazır qəsəbəsindəki marketdə ödəmə terminalını sındırmaqla ümumilikdə 3000 manatdan artıq pul vəsaitini talayıblar. Onların törətdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lent alınıb. Dostum Rəşadla Masazır ərazisində manat aparatı var idi, onu yardıq. İdarə əməkdaşları tərəfindən rayon ərazisində həyata keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 44 yaşlı Elvin Məmmədov saxlanılıb. Həmin şəxsin Xırdalan şəhərində yaşadığı evə baxış zamanı ümumilikdə 16 kiloqram, o cümlədən 7 kiloqram heroin, 4 kiloqram metafetamin, 5 kiloqram marixuana, 1230 ədəd psixotrop tərkibli metadon həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb. Elvin Məmmədov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə elədiyini bildirib. Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.